Salam, əziz və hörmətli dostlar. Mən İnsaf Əli Hidayət. Düşüncə Bağı proqramın, Düşüncə Bağı düşüncə farsça deyilir ki, otağı fikr. Bunu aparıram. Bu günləri yenə də soruların arxasını tuturuq. Güney Azərbaycan İstiqlal Partisi ən son gündür ki, Salih bəy İldırım cənabları parti tərəfindən və parti lideri olaraq, sözcüsü olaraq sorulara səsli cavab göndərir və mən o səsi bu videoya yükləyirəm. Siz məni görürsünüz ki, əlan orada danışıram, amma əslində o səssizdir. Mən bunun üstünə səs yükləyirəm. Eyni halda birazdan sonra Salih bəy İldırım cənabların səsini eşidəcəyik, amma mənlə o ki danışırıq, o əslində öncəcən cənabları ilə danışdığımızdır. Onun üçün icazə buyurun, bunu deyim ki, bu 11-ci bölümdür. Salih bəy İldırımla danışıq aparmışıq, göndəriblər və buradan 34-35 saatlıq söhbət ediblər və suallarımız 500-ə yaxın suala cavab verməyə çalışıblar. Sizdən xahiş edirəm ki, qalanlara qulaq asın. Deməliyəm, bunu əlavə edeyim ki, Salih bəy İldırım 6 cələsə huzuri danışığımızda birində milli ərdəmli, birində ən ərdəmli, qalanında ən böyük rütbəni ki biz veririk, milli ərdəmli nişanını alıbdır və bu keçən günlərdə də 8-9 günün içində də ki səslər göndərib, yenə də elə milli ərdəmli vəziyyətini hifz edibdir. Məncə tamam bu 11 cələsənin hamısında milli ərdəmli unvanına layiq görünür. Sağ olun əziz dostlar, davam eləyək cənabları ilə. Hər gün bilirsiniz, siz geçən Ciddilik yoxdur. Səsini bağlayayım, o birisi səsi açsın dostlar və buradan gedək qabağa. Son. Acaba kütlələr, xalq mücahidləri, solçular və başqaları ilə ilgili siyasi ədəbiyyat, qarayaxa və bəzi siyasətçilər içində İran Fars rejiminin yaratdığı və yaydığı və təbliğat düşüncələri və dil ədəbiyyat dilimi, ədəbiyyat deyilmi? Mütləqa belədir. Onlar əsasən İran demək, xalq mücahidləri olsun, solçular olsun, bunlar əsasında İran mərkəzli zehniyyətin həm də təqlidçiləridir. Yəni ki, İran mərkəzli zehniyyətin ürətdiyi və fəqət bunlar da deyil, yəni hətta bir seri bizim hərəkətdə də milli iddiası olanları da baxsas elə İran ürətdiyi ədəbiyyatın qurbanısı və eyni dillə nasıl, eyni təhlillə, eyni baxışla, məsələ bizə deyirlər nədir? Demək, istimar-ı daxili. Yəni bunun beynində demək ki, o ölkə özünü İranlı bilir, bir çelişki içindədir. Bir tərəfdən də Azərbaycan təşkilatıyam, mən Azərbaycan aktivistiyəm, amma bir tərəfdən də deyir ki, istimar-ı daxiliyə, məsələn deyir Şimal-ı Qərb-i Keşvər, və ya məsələn deyir ki, məqam-ı müəzzəm-i rəhbəri və ya rəis dadgah möhtərəm. Bunlar heç birisi, bunlar bizim terminlərimiz deyil ki, nə o məqam bizim müəzzəm məqamımızdır, nə də biz Şimal-ı Qərb-i Keşvərik, nə də o bizim keşvərimizdir. Məsələn, Məsalih keşvər və s. və s. Yəni, bu fəqət onlarda deyil, Kürtlərdə də, Ərəblərdə də, Bəduşlarda da 100 il, Türklərdə də 100 il əsimilə siyasətinin nəticəsində İran adlanan ölkənin bu son 100 ildə ürətdiyi terminoloji və ədəbiyyat söyləmləri yerinə oturtmuş, düşüncə sistemini yaratmış. Yəni ki, ona görə də biz indi bir çox ciddi problemlərlə üz-üzə görürsünüz ki, məsələn, demək, rəisi düşür Azərbaycanda
ölür. Onunla mesela bir iki tane de onun yancısı, yani cinayetkarlar, indi bu Mallahsı olsun, Haşimi olsun, bu birisi olsun, o birisi olsun veya ustanlar olsunlar, reisi kadar cinayetkarlar, cinayet işleyibler. Mesela onların görsən ölməsi üçün yaş tuturlar veya mesela güya ki bunu onlardan ayrılırlar. Bu mesela Türk'ümüş acaba, yani Təbrizliymiş, ya Azərbaycanlıymış, ya filanmış. Yani o bağlılıklar, beyin bağlılığı, düşünce bağlılığı ortaya çıxır. Bu düşünce bağını qopara bilməyiblər. Bunlar o İran mərkəzli təşkilatlardır. İstərsə solçular olsun, xalq mücahidi olsun, demokratlar olsun. Nə adlandırırsınızsa, onlar qətiyyətlə İran edebiyatının, Fars edebiyatının, Fars rejiminin, İran işgal rejiminin yarattığı edebiyatın devamçıları ve onu devam edenlerdiler. Bu mütləq belədir. Bundan yani Azərbaycan milli hərəkatı veya herhangi bir başka bir kurtuluş harekatı için özünü İran işgalından, İran demek istilasından kurtarmak istəyirsə, əvvələnəcəkdir. O ədəbiyyatdan, o düşünceden özünü xilas edəcək, arındıracaqdır, beyin yıkamasından qutulacaqdır. Sizcə nədən Həmədan, Qəzvin, Zəncan, Əraş, Tehran, Çerez və hətta Qaşqaylar özlərini Türk bilir, Azəri yox, amma Azərbaycanlılar bir çoxu özlərini Azəri tanımaya çalışırlar, tanıtmağa. Bu əlbəttə təzə bir fenomendir. Yəni ki, təzə deyəndə bu son zamanların daha çox məhsuludur. Mesela televizyon, radyo ve daha sonralar geniş formada sinema, teatrın, televizyonun ve məktəblərin daha çox yaygınlaşması ve buna əlavə olaraq teknolojinin gəlməsi bu təbliğat bombardımanı çoxaldaraq Azərbaycanlılarda beləncə bir zehniyyət yaratmağa çalışır. Bu əlbəttə təzə başlamayıbdır. Bunu yaratması əsasında Quzeydə Stalin dönemindən, yəni Azərbaycanı əsasında fəqət Azərbaycana da değildi. Bütün orada olan Türkləri Türksüzləşdirmək və bir-birlərindən ayrı qovumlar kimi göstərmək üçün, Türkiyə ilə əlaqələrini kəsmək üçün bunlara terimlər çıxartdılar. Məsələn, Azərbaycanlılara deyirlər Azəri, demək o birisine Qazax ve Türkmenlere demek siz Türk değilsiniz diye, hatta bunların alfabesini de değiştirdiler. Mesela bir Qazaxıstanda işlenen Qazax dilini yazmaq için alfabe ve Azərbaycanda işlenilen Kiril alfabe, ikisi de Kirildi, yani Sirilik değil, Kiril hattı, özel Kiril değil. Bu Sirilik hattı farklıdır. Yani bunlar birbirlerinin yazısını belə oxuya bilmirlər. Yəni Azərbaycanın o qədim kitablarına gedək baxsanız, bunu baxana bile mən bunlardan denəklənmişəm. Ki Azərbaycanda işlənilən ədəbiyyat mesela birdən burada o birisində ayrı bir səs verir. Elə eliblər ki, bunlar hətta bir-birlərindən də belə oxuyub xəbərdar ola bilməsinlər və o türkülüklərini tikə-tikə qovumlara parçalayaraq nənəsinlər, aradan farsınlar. Bunu İran da eyni təqlidə başladı. Ondan qabaq elə bizə Türk deyildilər, elə o dönəmdə də genə də Türk deyildilər, İran ədəbiyyatında genə də bizlərə Türk xitab edirlər. Amma o dönəmdən başladılar, eyni Stalinin demək, siyasetini tətbiq eləməyə və bizə Azəri deyə Türkiyənin əlaqələrini kəsmək. Çünki istərsə məşrutiyyət olsun, ondan qabaqçı və ya ondan sonraki bir çox siyasi hərəkətlərdə Güney Azərbaycanı, Azərbaycan Güney Quzey fərq eləməz, Türkiyədən təsir alaraq
demək buraya daşınmışdır və beləliklə bizim irtibatımızı kəsərək, türklərlə irtibatı uzaqlaşdıraraq bir qondarma nənələr kimlik düzəltməyə çalışdılar və Azəri deyə bizə bunu pompaj eləməyə, təbliğat eləməyə başladılar. Siz indi o tarixə gedin. Yani mesela bizim yaşlarımızda sizin bu sual ünvanladığınız sual kimin değildi ki bir Azerbaycanlı dursun desin ben Azeriyim. Biz herkes soruşardı Türk'üm. Elə bir nersində Türksən. Yani sen Azerbaycanlısan, Qaşqaysan, filanca Türkmensən, böyle bir şeyler işlenilmirdi. Dedik Türksən. Türk'üm dedi. Ve indi de ucqar kətlərimizə geçsəsiz, yani siz savadlaşdıqca, baxın, o savad keçənlərlə danışdıq, aydınla savadlığını. Savad səviyyəsi artdıqca assimilya sayı artıb və azəriləşib. Yəni ki, o türkçülükdən, təbii kimliyindən uzaqlaşıb və eğitim nəticəsində bir qondarma azəri kimliyini mənimsəmişdir. Və nəticə etibarıyla bu asimilə demek teknoloji geliştiğinde daha sürətlenir. Yani ki bizim dönemimizde mesela Şahın son dönemlerinde düzdür televizyon var idi, radyo var idi ama her evde televizyon yoktu. Ya mesela her yerde yoktu. Demek bizim mesela Şah döneminde hiç mənim yadıma gəlir Gərgərdə televizyon çok nadir var idi Alamdağ Gərgərdə. O damlarda gedirdiler, şey koyurdular ve esasen ondan sonra daha çok televizyon. Yani ki bu televizyonun gelmesi, radyonun gelmesi, medreselerin daha geniş formada yayılması, o kətlərdə filan da medreselerin açılması asimilərini sürətləndirdi. Ve eyni eğitimde ne nerede? Bize bir kimlikte tarifleri de ona göre bir genç, bir nesilden bu tarafa başlayarak asimile sürətlenip ve bu kökünden kopub. Siz indi de ucqar kətlərə getsiniz. Bizim mesela yaşlı 60-70 yaşındasılardan yuxarılardan soruşarsınız, hiç birisi demez ben Azəriyim. Yani bu terimi tanımırlar ki. Onlar öyle diyorlar, Türk'üm, yaşlılarla gidin danışın. Onlar yani Azerbaycanlı demedi Türkçe mesela Türkçem ne dilde danışsan Türkçe danışır. Yani bunu diyorlar. Ama o asimile çoxaldıkça yani savadlanma aslında öğretim bizi məktəblərə aparıp bizi kimliğimizden, tariximizden, hüviyyətimizden arındırıp ve bize bir yeni kimlik, Azeri kimliği basmağa çalışır. Ve ona göre de bu demek təbliğat bombardımanının teknolojinin ki demek işgalçının elindedir daha çok televizyonlar, radyolar. Gece gündüz buradan bu Türk sözünü aradan kaldırmak için çaba gösterir ve Azərini onun yerine yapıştırmaya çalışır. Ve bu daha Azerbaycan'da daha çok hiss olunur. Yani işte Azerbaycan'da bununla mübarizə eləməlidirlər. Onlar fərzlə Tehran'da bir desin Türkçəm, Şiraz'da bir desin Türkçəm. Çünkü güc değil, tehdit edici değil, korkunç değil. Orada hiç o kadar da sermaye koymuş ona desin ki sen mesela Azeri sen gelmişsen burada İsfahan'da yaşıyorsun. Onu değilsen Türk'sün. Bilirsin orada bir şey eləyə bir dəyişiklik eləyə ama Azerbaycanlı eğer özünü Türk bilirse bakacak ki benim Türk kardeşlerim var burada, benim Türk dünyasım var, benim burada Türk devletim var falan var. Yani bu ayrı bir değişikliklere sebep olabilecek. Nenib hedef alıp haranı Azerbaycan'ı. Ona göre de Azerbaycan'da bu Azeri sözünü yerine oturtmakta büyük ölçüde bacarmıştır. Elbette bu son 12 illerde demek yani Azerbaycan istiqlaliyyətindən sonra elbette bu bunalım elə Azerbaycan'da da var idi. Fakat Azerbaycan'da değil, başka Türk Cumhuriyetlerinde de var idi. İllerce çekti mesela Türkmenistan uzun süre dilendi ki biz Türk değiliz, Türkmeniz dedi.
Sonra geldi. İndi görürsünüz yavaş-yavaş Türk dövlətlərinin birliyinə girir. Və ya məsələn Qazaxlar biz Türk deyirik, Qazax deyirlər. Azərbaycanlılar çox ciddi formada Azərbaycanda bu iki cəbhəlik yaranmışdı. Bir cəbhə deyirdi biz Türk olmuşuz, deyirdi yox biz Türk deyirik, biz Azəri. Amma indi gedib bunlar anadan gedib və demək dövlətimiz çıxırdı ki bir millət, iki dövlət. Ve Aliyev dövrüne, Heydər Aliyev dövründən bu başladı. Yəni ki, bunlar o təbliğat nəticəsində, beyin yıkama nəticəsində maalesef impoza edilmiştir, pompaj edilmiştir. Beyinlerle yıkanılmış ve boşatılmış, milli kimlikten boşatılmış beyinleri de oturdulmuş ve onun məhsuludur. Bu elbette ki bize böyle bir mana değil. Yani biz bize Azeri, Türk ne derler desinler o bir faktörü onların hatabı veya halkımızın hatabı bir şey değişmez. Biz bir milleti Fars'tan ayrıyıq. İndi Farslar bize deyir Azeri, biz bize deyirik Türk. Başkası yani hemen təbliğatın nəticəsində Ərəblər də bizə Azəri deyirlər. Hətta Türkiyədə də bizə Azəri deyirlər ki, bunların məfhumlar fərqlidir. Yəni Türkiyədə Azəri kardeşim deyəndə, yəni əsasında ayrı bir millət deyil. Türk, Azəri, yəni Türkün bir boyu kimi görür. Amma mesela İran'da, İran'ın işlədiyi bu deyil. Məsələn Azəri Pəhləvidən, əsən o Pəhləvi bəlli deyil nədir? Yəni Pəhləvi dilinin bunların iddia elendiği Pəhləvi dilinin en büyük araştırıcısının demek yazdığı eser bir tane demek sözlüktü, 300 sözden ibaret. Ki onları hey tekrar edeyim. Mesela benim bize de demek dalısına bir tane R izafeliye, Y izafeliye mesela onu bir tane söz edildi. Yani bir namefhum. Həqiqəti bəlli olmayan Pəhləvi dilinə bağlayaraq bunu Türk kökənliyindən uzaqlaşdırmağa çalışması xanlarının da xanları bu məsələnin Pəhləvi dilinin güya ki araşdırıb və əsəri də bu muzeylərdə ya və ya qədim kitabxanalarda qorunmaqdadır. Bunun 300 sadece 300 ya 320 tane. Ben dəqiq yadımda değil ama ben hamısını okumuşam onu. 300 tane keliməsi vardı. Bunu mesela deyirlər ki, güya bir dilimiz ve bizim dilimimiz ne bir yazı qoya bilirlər ortalığa, ne bir kitap qoya bilirlər ortalığa, ne bir filan qoya bilirlər. Deyirlər ki, Azərbaycanın dili buymuş. Bunlar bir milləti əritmək üçün müxtəlif şivələrlə işlədiblər. Ve dediğim gibi savadlandıkça da gene de qayıdıram o savadlığıyla aydının meselesine ki savadlamak, aydınlaşmaq mənasında değil. Savadlandıkça da savad seviyesinin arttıkça da Azerbaycan'da asimilə də o kadar artıbdır. Yani kimliğimizden, hüviyetimizden, tariximizden, edebiyatımızdan, dilimizden uzaklaşmışıq. Və elə bu bürhələrə gedim məsələn ki, o bürhələrdə nə zaman Təbrizdə necə danışılırdı, indi necə danışılır. Məsələn 50 il bundan qabaq Təbrizdə danışıqçədə olan məsələn danışıqdan bir video olsa ya bir səs olsa, bu gün qoysa görürsünüz nə qədər fərq dəyişilibdir. Və ya Mərəndində ya məsələn Culfasında, Gərgərində və sairəsində. Ona görə bunlar o baskın nəticəsində olunan demek yaradılmış bir zihniyettir. Fars'ın İran işgalının təbliğatının nəticəsində oluşmuştur ve bu devlet kurulduktan sonra kısa zamanda həll olunan məsələdir. Yani ki Azəri desin, gene de buna mən belə deyirəm ki buna çox həssasiyyət göstərmək lazım değil. Əslən deyək ki bizim adımız Azəridir. Biz istəyirik dövlət olaq. Məsələ buradadır, problem buradadır. Çünki biz istəyirik dövlət olaq.
Bunlar hər bir formayla gəlirlər qabağa ki, amma siz məsələn dövlət ola bilməzsiniz. Siz məsələn kömlüyüz fars idi. Yəni siz Pəhləvi idiniz, siz bilmem filan idiniz və bir türlü bağlasınlar İranın əsarətində saxlasınlar. Bunlar indi bu son mərhələdə Azərbaycanın istiqlaliyyətindən bu tərəfə bu get-gedə demək etkisini itirmiş və Türkləşmə Azərbaycançılıq günü-gündən inkişaf etdirməkdədir. O təbliğat da xunsa vəziyyətə düşəcəkdir. Sizin üçün istismar nə deməkdir? İstismar ya kolonializm əslində bir ölkənin öz sərhəddatından çıxıb başqa ölkələri dəyişik formalarda hərbi, iqtisadi, siyasi, demək, kültürel etkisini alıb, sömürgesini alıb və onu istismar eləmək, onun bütün mənfəətlərindən, ucuz iş, demək, əmək, ucuz dəstimuzdan, ucuz fəhləsindən və ucuz mədənlərindən faydalanıb öz iqtisadiyyatını, öz sənətini genişləndirib və onları zəif durumda və bir çox hallarda bağlı durumda, yəni zəif və bağlı durumda iqtisadiyyatının gəlişməsinə müsaade etməyən bir demək, sömürgəçilik sistemidir. Əslində qədim bu dövlətlər, yəni bir dövlət millətin başqa bir dövlət milləti bir türlü kontrolunu alıb mümkün mekanizmlə onun azadlığını səlb edib zahirdə onlar özlərini bir dövlət kimi görürlər, amma əməldə öyle o azadlıqları yoxdur. Nə deyirlər? Buna deyirlər istismar və ya istismar və müstəmrə. Müstəmrəçi və müstəmrə olan, istismarçı və istismar altında olan. Yəni sadə formasında desək, işğalın dəyişik formalarıdır. Əsri qədimlə bu gəlirdilər, işğal edirdilər, dövlətini qururdular, hərbi qüvvələri də olurdu və yavaş-yavaş bunu o dirənişləri azaltsınlar deyə bunu yavaş-yavaş yumuşadıb nizami cəhətdən orada bəzi üslər qururlar, amma siz istismarçının ordusunu da orada görmürsünüz. Bəlkə onun məsələn nümayəndəlikləri vardır, ordusu üstü var, amma şəhərdə deyil, siz onu görmürsünüz. O ölkənin ordusuna əmr edir, o ölkənin ordusu icra edir. Yəni buna deyirlər istismar. İndi daxili istismar nədir? Bu qavrama inanır mısınız? Daxili istismar da yenə də işlənilən bir termidir. Bunu uzun zamanda işlənilir. Ancaq bu bir dənə, yəni bunda da ittifaq yoxdur. Əsasında bir ölkənin sərhəddatı içində demək, orada bir təbəqənin başqa təbəqəni, bir kesimin başqa kesimi demək, öz kontrol altına alıb onların qısıtlayaraq onlardan faydalanana deyirlər daxili istismar. Yəni bu sözü biz bunu Azərbaycan məsələsində əsla qəbul eləmirik. Çünki daxili istismar termini Azərbaycanlıların haqqında işlədənlər əsasında özlərini İran, yəni keşvərlərini tərifləyirlər. Yəni ki, dedi ki, daxili istismar, yəni bir keşvərin, bir ölkənin, bir məmləkətin, bir dövlətin içində bu olur, görünür. Demək ki, onlar daxili istismar sözünü deyənlər özlərini İranlı bilirlər. İranı öz dövlətləri bilirlər və burada sadəcə iqtisadi demək müadilədə Azərbaycanın daxili istismara, məsələn İsfahanın iqtisadının buradan gəlişmiş olduğuna və şəhəriyə daxili istismar deyə
o memləkətlərdən və ya hüccamdan bəs haqq tələbindədirlər. Bu termlə biz Azərbaycan haqqında bu daxili istimarı qəbul eləmirik. Azərbaycan düpədüz işğal altındadır. Çünki dedik burada Azərbaycan ordusu yoxdur. Burada Türk dili dəstəyilmir. Burada Türk iqtisadi yoxdur. Burada Türk mədənləri sökülür, aparılır. Kimin vasitəsilə? Türk'ün de değil, Azərbaycanlının da değil, Fars'ın vasitəsilə. Yəni bir dənə özcə millət, özcə dövlət gəlib qətlam vasitəsilə bizim 50 min xalqımızın qətlamı eləyərək bir həftə sürəcində Azərbaycanda 50 mindən aşkın insanı öldürərək 100 min, 150 min sürgün edərək Azərbaycanı işğal edib və rəsmən İran, Fars polisi bizim şəhərimizdədir. Xiyabanda polis İranın polisidir. Ateş İranın ateşidir. Demək, sipah İranın sipahıdır. Bank İranın bankıdır. Pul İranın puludur. Bizim pul vahidimiz yoktur ki. Deyək ki biz istimarı daxiliyik. Azərbaycan pul vahidi yoktur. Yəni alıblar əlimizdən, bizim pul vahidimiz var, manatdır. Qədimdən manatdır. Amma bunu bizim əlimizdən alıblar. Bizim nə pulumuz əlimizdə, nə bankımız əlimizdə, nə demək iqtisadımız əlimizdə, nə ordumuz vardı, nə də dövlətimiz vardı. Nəticə etibarilə biz istimar altında, istimarın da o daha vəhşi formasında, yəni yumuşaq istimar deyil, bəlkə xəşin istimar altında. Yəni ki biz düşmənin polisi, düşmənin ordusu bizim şəhərlərimizdə, xiyabanımızda və evimizə qədər kontrol etməkdədir. Ona görə daxili istimar termi ilə Azərbaycan məsələsində işlənilməsini tamamilə yanlış bulur, yanlış görürük. Bu əslində o zihniyyətin məhsuludur ki, özünü əvvəl İranlı bilir və sonra deyir ki, bizə biraz zülm olub burada, qoyun aman da, məsələn, biraz bizə haqq verin də. Yox, biz deyir ki, buradan çıxacaqsın, bura işğal olubdur. Azərbaycan rəsmən Güney Azərbaycan demək nizami istimar və işğal altındadır. Yəni əgər Azərbaycanın bir hissəsi başqa bir hissəsini demək istehsalatını, iqtisadiyyatını pəncəsinə geçirib də oradan sömürüb daşısaydı daxili istimar demək olar. Məsələn, Quzey Azərbaycan, Güney Azərbaycanı kontrol edib, iqtisadiyyatını daşıyıb, Quzeyi abad edib, Güneyi kasıb vəziyyətdə bıraxsaydı, məsələn, buna istimara daxili demək olardı. Və ya məsələn, Qərbi Azərbaycan, Şərqi Azərbaycanın mədənlərini söküb aparıb da Qərbi Azərbaycana abad edib və Şərqi Azərbaycanı yoxsul vəziyyətdə bıraxırsa, istimara daxili deyilə bilərdi. Və ya məsələn, Ərdəbil deyək, Şərqi Azərbaycanı və ya Zəncan məsələ Təbrizi istismarını alsa və ya Həmədan demək gəlib Azərbaycanın başqa bir ölkəsini istismarı altına alsa, söküb dağılıb aparıb Həmədanı abad edib də Təbrizi, Urmunu, Ərdəbili yoxsul bir vəziyyətdə salmış olsaydı, buna istismarı daxili deyərdilər. Ki bunların hamısı indi bizim başımıza gəlir, sökürlər, aparırlar hər bir şeyimizi, amma Azərbaycanlı eləmir, bunu İranlı eləyir, İran işğal rejimi eləyir, İsfahan abad eləyir, Kerman abad eləyir. Yəni özcə bizə aid olmayan bir dövlət, bir millət gəlib buranı sökür, aparır, öz yerlərini abad eləyir və Azərbaycanı verən vəziyyətə buraxmışdır, buraxmış haldadır. Ancaq hətta bunu bəzən istismarla da yanlış salırlar. Baxın, məsələn, mümkündür Azərbaycanda bir təbəqə başqa təbəqədən bir bölgə demirəm. Bir təbəqə başqa təbəqədən bəhrəbərdarlıqla buna istismar deyirlər.
yani Azərbaycanda məsələ bir tüccar təbəqəsi, varlı təbəqəsi, ya məsələn 5-3 dənə varlı, sənədləri var, şirkətləri var, karırlar, çapırlar filan elə. Bu onda istismar deyirlər. Yəni Azərbaycanlı bir şirkət Azərbaycanlı xalqından bəhrə çəkir və s. Buna bizə bu anda yani məsələmiz istismar değil ki elbette var. Məsələmiz esasında Azərbaycanın istimar, direkt birbaşa istimar altında ve harici istimar. Yani istimar esasında harici, daxili dediğimiz o kriteriye yerləşmir Azərbaycan. O yüzden bu terimi işledenler yanlışladırlar ve demək əslində bəlkə də heç bilmədən, fərqinə varmadan, yəni özlərini əvvəl İranı tərif eləyirlər. Sonra bu İranda istimara məruz qaldıqlarına neynirlər? Etiraz edirlər. Emperyalizm haqda nə düşünürsünüz? Emperyalizm elə qədim tarixlərdən imperatorlar ki deyirdilər. Bu həmən yenə də bir millət, dövlətin gedib başqa millət dövlətləri inhisarına, işgalına ve kontroluna almasıdır. Buna da emperyalist deyil. Yani istimar esasında emperyalistler, emperyalizm sözü birinci olarak bunu deyim ki termini Amerikanın əleyhinə Lenin işlədibdir. Və əlbəttə o sərmayedarı və sosyalist blokuna görə bu terimi işlədibdir. Və sonralar həmən emperyalizm üçün işğalçılıq siyasəti olduğu üçün sadəcə sərmayedarı veya kapitalistlərin istilasında xülasə olmur. Hətta sosyalistlere de işlenilirdi. Yani Şuravi de işlenilirdi. Birinci de Şuravi'nin aleyhine bu terimi işleden demek kim olubdu? Mao Tse-tung. Yani Çin Komünist Partisi kurulanda Rusya'nın baskısını ki onları kontrol etmeye çalışırdı. Nerede? Buna karşı bu terimi işledi. Demek emperyalizmi Rusiyanın əleyhinə işlətdi, yəni sosial blokun əleyhinə işlətdi və hətta bizim Alparslan Türkeş də elə bu terimi işlədibdi. Yəni eyni halda ki bir türlü sosyalist hakların, sosyalizmi müdafiə eləyir, yəni ictimai bərabərliyi müdafiə eləyir mərhum Alparslan Türkeş. Eyni zamanda da nümunədir Rus imperiyasından, yani o dönemde de daha da şürevliydi. Yani emperyalizm sadece Amerika'ya veya Batı'ya xulasa olmur. Öz kontrolünü yayarak ölkələrə, başka ölkələri, hatta qitədən uzaq yerləri belə pəncəsinə geçirib bunu kontrol eləyir. Ona ne derler? Emperyalist derler. Emperyalizm əlbəttə indi neo forması, neo emperyalizm veya dersi neokolonyalizmi daha farklı formada kontrol, yani daha yumuşak formada, yani bunu demek Amerika'dan başlayarak sırf hərbi işgalda değil, yani nizami kontrolda değil ki bunun da təsiri vardır. Önde daha çok güc elinde olduğu için, təbliğat gücü elinde olduğu için kültürel formasında neokolonyalizm veya emperyalizmin yeni sıfatını, yeni mahiyyətini görmək və təsbit eləmək olar ki, öncəsə modalarından giribdi evlərə. Bilən görürsünüz Təbrizdə məsələn, ya Urmuda, ya Sulduzda, hər yerdə baxırsınız, dünyanın hər tərəfində bu məşhur markaları ki,
kimler elibdir? Əslində Amerikalılar ya sərmayədarlar model eliblər, gəlib cüzdür bizim həyatımıza çevrilir və beləliklə kültür kontroluna alınır, rəftar, ictimai rəftar moda formasında tətbiq olunur. Bu neo-imperializmdir ya neokolonializmdir. Yəni kapitalizmlə ilgili düşünceleriniz nelerdir? Kapitalizm əslində istəsək deyək, əvvəlcə kapitalizmdən əvvələ bir bax. Yəni ki, kapitalizm zuhurundan öncə bir sistem, demək, feodalist bir sistemdir və feodalizmdə hemen deyək ki, zəmindarlıq və ya maliklər, məllak döneminde toplum ümumiyyətlə iki təbəqədir. Bir hakimlər, yəni maliklər və qalan da kölələr. Yəni kölə ilə malik vəziyyətindədir və qayda budur ki, kölə daha kölədir. Kölə heç bir zaman köləlikdən çıxa bilməz və azad deyil. Yani o mülk sahibinin bir demək, elə ki, məsələn, indi birinin qoyunu var, o zaman da elə onun məsələn bir varlığı kimi sayılır. Məsələn, 10 dənə köləsi var ya 100 dənə köləsi var, onları elə satırdı mülkü ilə bərabər ya alırdı mülklə bərabər, onun varlığı hesab olurdu və o kölənin uşağı da ki doğulurdu, elə kölə olurdu. Bu 100 ildə geçsə, 1000 ildə geçsə, elə kölə qalırdı. Ancaq bunlara qarşı üsyanların nəticəsində özəlliklə də sənətləşmə dönəmi başladıqda Amerikada daha çox bu məsələlərin ziddinə gedib, feodalizmin ziddinə gedib və bir kapitalist sistem. Kapitalizm əsasən sərmayədarlıq bir sistemidir. Yəni azad sərmayə sistemidir. Bir iqtisadi sistemdir. Bir iqtisadi idarəçilik sistemidir. Və əlbəttə kapitalizmin modern şüarlarla gəldi. Demək, demokrasi şüarı ilə, bərabərlik şüarı ilə filanla gəlib və nədir? Burada deyir ki, daha fərd, sən kölə deyilsən və elə kölə də gəlib iş sahibi ola bilər, azadsan, hər cür fəaliyyət eləyəsən, hər cür iqtisadda özünü çəkəsən və bir məqama, məqsədə, bir varlığa yetişməyində əsasında sənin əməyin, sənin qabiliyyətindən asılıdır. Yəni, kimliyindən deyir ki, deyək ki, kölə doğulmusan, bəs bunu eləyə bilməsən. Və ya məsələn, qərəsən bunu eləyə bilməsən, ya məsələn, xanımsan bunu eləyə bilməsən, bəs hər kəs eləyə bilər. Yəni, insana fərdə daha çox əsalət verən və demək, feodalizmdən modern bir sistemdir. Ancaq bunun da nöqsanları var kapitalizmin. Ki burada əslində burada da yenə də varlıların əlində olur. Yəni ki, düzdür, kölə deyilsən və haqqın var və möhtəməl də oradan birisi rüşd eləyə bilər, amma dərsət faiz vardır. Faiz elə yenə də məllakın və ya varlı təbəqənin əlindədir. Çünki pul onlardadır. Onlar şirkətləri açırlar, onlar idarə edirlər və o birisi xaricət təbəqəsi oluşur. Bu xaricət təbəqəsi oluşduqda nə olur? İndi konflikt yaranır, bir toplum yaranır. Və bunlar üçün toplu çalışdıqları üçün bunlar hətta mübarizə də eləyə bilirlər. Feodalizm dövrəsi kimi parça deyirlər. Bu məllakın o birisindən xəbəri yoxdur, bu kölənin o birisindən xəbəri yoxdur deyil. Yəni başqa şəhərin, ancaq başqa qonşu kölənin xəbəri yoxdur deyil. Ancaq bunlar bir yerdə çalışır və bir seri demək, haqların tələb edir. Yəni ki, deyir ki, bu azadlıqçı deyirsən, bərabərlikçi deyir ki, kapitalizmdə bu yoxdur. Və gəlir sendika qurur, filan qurur, behman qurur. Nəticə etibarında buna qarşı təfəkkür yaranır. Sosializm deyirlər. Yəni fərdi-giralıq deyil. İndi fərdi-giralılıqdan geçir nəyə? Ümumi giralılığa, toplum-giralılığa, toplumculuğa, toplum rifahına düşünmək. Sosializm zuhur edir. Ki burada da əlbəttə sosializmi
təbii ki, nümunələrin günüdür deyəndə, mesela Suriya gəlir, Çin gəlir, Kuba gəlir. Bu sosialist ölkələr gəlirlər. Əsasında heç birisi də uğur qazana bilməyibdir. Ona görə bunlar iqtisadi idarəçilik, yəni ki, kapitalizmin demək hədsiz, hesapsız demək qap açdığı, ara açdığı toplumda bir ictimai ədaləti yaratmaq üçün nə oldu? Sosyalizm təfəkkürü yarandı və tabii bunların bahanələrini biz danışmırıq. İndi Karl Marx'ıdır, Engels'idir falandır, sonra komünist partiləri, qrupları, ittihadiyyəsi və ya düşüncəsi gəlir ortalığa. Bunlara geçmirik. Ümumiyyətlə, yəni bu kapitalizmin çünkü sosyalizm de bunun ardından sualımız olduğu için kapitalizmle sosyalizm nedir ve sizin düşünceniz nedir? Siyasetlerinizde bir səhmi var mı? Elbette vardır. Sosyalizm ictimai ədalət. Yani ki dediğimiz gibi kapitalizmde olan o ipi qırıq ve hədsiz hududsuz sərmayədar azadlığı ya sərmayə azadlığı fərqli fəlakəti gene de servetin bir tarafta toplanmasına ve bir tarafta da fərqinin çoxalmasına sebep olmuş. Sadece bu defa erbab bərdə değildi ve olurdu sahibkarla karcar olurdu, fəhli olurdu, proletariyanla sərmayədar olurdu. Şimdi burada ne olur? Burada bu ictimai ədaləti icra eləmək. Yəni bir türlü fərdi cəralıqdan geçip toplumcu ve ictimai ədaləti təmin eləmək üçün bir sistem gəlir. Bir idarə sistemi. Gene de onun uğur qazanmadığına ayrı bir bəhsdir ki, başka bir məsələdə bunlar tartışma olar ki, esasında neden uğur kazanmadı? Çünkü bu fikrin esasında müddəiləri bir sərmayədarlıq diktatorluğunun əleyhinə proletariya diktatorluğunun tərəfdarı. Yani bir cinahdan başka bir cinahın pəncəsinə geçti. Yani gene de o adalet sağlanabilmedi. Ancak sosyalizmin bizim düşüncemizde yeri var. Ne tek sosyalizm ne de tek kapitalizm. Belki bu ikisinin demek birleştiği bir noktada yani bir ölçülerde var. Ki yani bir zaman eğer kapitalizmle sosyalizme bölünmüştüyse yani deyilirse indi elə değil. Kapitalist, sosyalist de xulası olunmur. Bence bunların arasında da bir sistemler vardı. Mesela Avrupa ülkeleri, Kanada onlardan birisidir bu. Sosyal demokrasi deyirlər veya kapitalizmle sosyalizmin nedir? İttifak elədi. Yani elbette kapitalizmin demek sərmayədarların demek o sərmayənin bir tarafta toplanmasını engellenmek için bu hareketin ortaya gelmesi tabii ki nihayette bazı ülkeleri buraya getirdi ki bir ictimai tamam da fərdi məsələn fərd olmaz. Bence bir ictimai kurallar da olmalıdır ve ictimai haqlar tariflənir. Buradan yeni devlete bir seri ixtiyarat verilir ki devlet o sərmayədarı kontrol edir. Yani sərmayədar yani özgür azad değil ki kapitalizmde. Mesela Amerika'nın sərmayədarı ya Kanada'nın sərmayədarı ile eyni değil. Kanada'da geldik mesela veya Avrupa'da ictimai haqlar Amerika'dan çoxdur.
Amerikada bunları ləğv elədilər. Yəni ictimai haqları əslən qoymurlar. Buna görə deyir ki, bu ictimai haqlar tənbəl eləyir və insanlar işləmir. Nəticədə görsün, işləsin, hər kəs əməyini qazansın. Siz Amerikada mesela ac, yoxsul, oğru, cinayət çox görərsiniz. Amma Kanadada o qədər deyil. Niyə? Çünki Kanadada bir sistem gəlib tərif edib ki, gəlir vergi alır və bu vergini verir dövlətə, dövlətin əlində. Dövlət gəlir bir seri servislər hər kəs üçün təmin edir. Yəni Amerikada sizin bilməz olsa gedərsiniz xəstəxanaya. Bilməz olmasa düşərsiniz ölərsiniz, xəstəxana baxmaz. Heç kəs sizə baxmaz. Gərək özünüz bilmə alasınız. Amma Kanadada belə deyil. Biri mesela xəstədirsə, gedər bir xəstəxanaya neyər və orada o servislərdən bəlli servislər dövlət tərif edibdir. Ki bu servislərdən ibtidai servislərdirlər. Hətta bəzən cərrahlıqlar vardır, ibtidaidə deyil. Mesela sadəcə kozmetikdir filan bunlar daxildir. Mesela siz neyinirsiniz, yedirsiniz birinin alələməsi qalbidir və ya başqa bir xəstəliyi vardır ki, yatır xəstəxanada cərrahlıq olur filan elə. Biz bir quruş da vermədən çıxır. Onu dövlət qarşılayır. Yəni xəstəxanalar xüsusi deyil. Amerikada xəstəxanalar xüsusidir və o xəstəxanalar istədikləri kimi yatırsın, çay gələsin, filan eləsin, pul alsın, mürəxəs eləsin və ya əsir tutsun. İranda da belədir xəstəxanada. Xəstəni qutulub pulu yoxdur, əsir tutublar. Uşağını saxladılar ki, get pulunu gətir, filan mehmanədə. Amma bu sosial demokrasiyada o yoxdur. Yəni bir şeylər tərif olunubdur, hüquqlar tərif olunubdur ki, bu vətəndaşın bu haqları vardır. Və onu da kimdən? Sərmayədardan və işçidən. Yəni mən də işləyəndə təqsir verirəm, sərmayədar da təqsir verir və bu təqsirlər yığılıb bizə bərabər. Yəni biz xəstəxanaya gedəndə sərmayədarın ayrı xəstəxanası yoxdur burada. Yaş məsələn biri milyonerdir, gəlsin məsələn özəl bir ayrı xəstəxanası var, gəlsin orada qalsın. Gedib başqa ölkədə eləyə bilər, amma Kanadada elə bir sistem yoxdur. Elə gedir həmən xəstəxanaya ki, mən də gedirəm ora. Yəni bir əməliyyat üçün mən də o prosesi geçirəm, o milyarder də o prosesi geçir. Və ya məsələn təhsil sistemində. Belə deyir ki, bir məsələn uşağını göndərə bilməsin. Məktəb ümumiyyətlə mənə də eynidir, o sərmayədə də. Onun şansı var, özəl okullara göndərsin. O başqa, əgər istəsə özəl okullara göndərsin. Pul var, əlavə var, göndərir. Amma sistem elə tərif olubdur ki, öyle o sistemə mən də, mənim də və yəni bir az gəlirli. Burada dedik ki, 3 təbəqə var da. Çox gəlirli, orta gəlirli, az gəlirli. Hətta fəqir sözünü işlətmirlər. Əslən, fəqrə qarşı mübarizə sistemləri var. Yəni buna görə bir sosial demokrasi sistemi. Avrupa'da da belədir. Avrupa'da sosial haqlar çoxdur. Avrupa'da görürsünüz, məsələn birisi gəlib, fərz edilən ki, işləyib bir yerdə maaşı azdır, ona dövlətin bir servisləri var. Hətta məsələn məskən. Gəlir dövlətin evləri var, verir, deyir ki, bu evin məsələn bazarda qiyməti 2000 eurodursa, dövlət onu verir sizə 200 euroya. Ya məsələn 300 euroya, ya 150 euroya. Kanadada da var bu sistemlər. Ya da siz gedirlər, az gəlirlər, onun da bir kriteriyası var da. Deyir ki, məsələn bu məbləğ miqdar gəlirdən az olursa, buna şamil olur. Bundan bəhrəmənd ola bilirsiniz. Nə gedirlər, orada yazılırlar, sırada dururlar. Bunlara gəlir, ev verir. O indi deyir ki, bu ev sən burada qalacaqsan, həmən evin ki, bazarda kirası məsələn 2000 dolardır, 1500 dolardır. Siz verirsiniz 150 dolar, 200 dolar verirsiniz, orada oturursunuz. Yəni bunlar o hüquqlar yaranıb sosial demokrasiyada ki, sosializmlə kapitalizmin toqquşduğu bir nöqtəyə araya gəldiyi bir yerdə bu şeylər nə olur? Təmin olunur, bu hüquqlar təmin olunur. Və bizim də düşüncəmizdə bu Azərbaycanda belə bir sistem qurulmalıdır. Yəni sosial haqlar illa təmin olunmalıdır. Eyni halda ki, iqtisadi, ticari azadlıqlar vardır. Eyni halda bir sistemlə qoyulmalıdır ki, ümumi
ictimai hüquq da təmin olunsun. Yani orada birisi xiyabanda, Kanadada eğer biri mütəd değilse, birinin bir xəstəliyi, alkolik falan değilse, homeless veya küçədə qalmağa bir səbəbi yoxdur. Çünkü hiçbir maaşı olmayan, hiçbir geliri olmayana minimum gelir bir devlet pul ayırır buna. Aylık buna pul verir. Ha, demek ki pul aldın get neyseler. Gələcəksən ay başı mənə hesabat verəcəksən. İşe baktın mı, iş axtardın mı? Bir gelirin var mı, yok mu? Sağlıklısan, sağlıklı değilsen, işe çetinliğin nedir? Eğer iş, mesela fiziki problemin varsa onu həll eləməyə veya məlulsansa məlullar bölümüne koymağa. Yani müxtəlif şeylərdə ilerleyip yani beləncə bir sistemin Azərbaycan, Güney Azərbaycanda qurulmasının tərəfdarı. Yəni ki, Güney Azərbaycan idarəçilik sistemində, iqtisadi sistemində sosial demokratik formada, sosyalizmle kapitalizmin karışığı ve bugün sosyal demokrasi dedikleri sistemle idare olunmasının tərəfindəyik. O yüzden de bəli, bizim düşüncemizde sosyalizmin yani ictimai ədaletin əhəmiyyəti vardır. İctimai ədaləti sağlamaq üçün də dövlətin vergi sisteminə dayalı hər çalışandan, hər iş sahibindən, hər gəlir sahibindən demək tərif olunmuş vergiləri alaraq bu vergiləri biriktirib və sərmayə çevirib ihtiyacı olanlara və ya gəliri az olanlara servis yaratması və ümumi xidmətlər təmin eləməlidir. Ona göre Amerika kimin değil, belki Kanada ve Avrupa ölkələri kimin sosyal hakların, ictimai ədaletin təmininə çalışmalıyıq. Yani ağqara değil, illa sosyalizm, illa kapitalizm, belki bu ikisinin idğam olunduğu, kontakt tapdığı o nöqtədə bir ayrı sistem gelir ortalığa ve biz o sistemi değerlendirip ve tecrübe de olunubdur dünyada o sistemden istifadə eləməliyik iqtisadi memleketimizin iqtisadi idarəçiliyində. Liberalizmdən nə anlayırsınız və siyasətlərinizdə liberalizmə nə qədər yer verməni düşünürsünüz? Liberalizm aslında kapitalizmin aşırı formasıdır. Yani kapitalizmin o zaman ki karşısında bir seri kontrolla kanuni müdahaleler demek anayasal ya yasal kontroller koydukta liberalizm aslında buna karşı ve haddinden artık sermayedarlara demek yani ferdi hukuka dayanarak sermayenin devletin kontrolünü daha məhdudlaşdırmağa, az ve sermayenin elini daha açıq bırakarak demek bu inancdadır ki o ölkənin ya toplumun inkişafına çok kömək eləyə bilər ve esasında bu da yanlıştır bize göre. Yani tabii ki o zaman demek birçok şeyler şahsi olur. Yani şahsi sermaye liberalizmde demek ise xəstəxana olsun, təhsil sistemi olsun ya sənaye olsun, mədənlər olsun demek milli değil şahsilere daha çok verilir ve bunu biz demek faydalı olacağının ya o təbəqənin arasını qatılacağına sonuçlanmıyordu. Belki təbəqələrin aralanmasına, fasilələrin çoxalmasına səbəb olub ve sərmayedarın hüququ daha yani deyək ki ipi qırıq sərmayedarlıq deyək, kontrolsuz sərmayedarlıq deyə ve o zaman onlara qiyməti o təyin belirlesin, iş ücretini o versin, bilmirəm və s. Yani çok hukuku vardı.
o ictimai ədalətsizliyə səbəb olur və liberalizmin bizim düşüncəmizdə yəni iqtisadi bunlar əsasında iqtisada verilmiş. Əslində liberal libre sözündən gəlir, yəni azadlıq sözündən gəlir. Ancaq bu azadlıq umuma deyil. Liberalizmdə zahirdə gərək umum üçün olsun və deyil də umum üçün azadlığı. Amma bu teoriyada belədir, əməldə belə deyil. Əməldə mesela bir demək yoxsul o böyümə şansı çox azdır. Çünki sərmayə dövrəni əhatə edib və bir sistem də yoxdur ki, onu kontrol eləsin. Əslən, o böyük sərmayələr qoymurlar, bala sərmayələr böyüsün. İndi məsələ, baxın, burada, hətta Kanadada da bunu hiss eləmək olur. Görürsünüz ki, məsələn, zəncir tutanlar, furuşqalar üçün çıxıbdır. Daha o sünnəti furuşqaları yeyir, yox edir. Gəlir, bir alır. Elə bir vəziyyətə salır ki, məcbur olursan ki, adını dəyişdirsən onun adına və ona % verirsən. Heç bir şey yoxdur, sadəcə adına görə. Yəni, pulu var. Eləmədiyin təqdirdə bunu, o gətirir, elə imkanatı yaradır, şəraiti yaradır ki, səni sıxışdırır, sən vəhşikəst olursan. Və bunu demək, o aşırı formada sərmayədara haqq tanıyıb da onu kontrolu, dövlətin kontrolunu məhdudlaşdıraraq istismarın çoxalmasına, şərait yaranmasına da biz razı deyilik və onun toplumda əmniyyət və rifah yaratmasına gəlib çıxacağına deyilik. Ona görə də görürsünüz, məsələn, cinayətlər o ölkələrdə çox olur və polis gücü də çox olur. Yəni, əmniyyət pozulmuş olur. Çünki ictimai ədalət pozulur və ictimai ədalət pozulanda güvən və əmniyyət də pozulur. O güvən pozulanda nə olur? Cinayət çoxalır. Ona görə liberalizm və əlbəttə onun da daha aşırı forması neoliberalizm və s. Bunlar hər gün yeniləyirlər özlərini, düşüncələr özlərini yeniləyirlər. Bunları bizim düşüncəmizdə biz liberalizm və neoliberalizmin, yəni hədsiz, hududsuz sərmayədarlığa qarşıyıq. Azərbaycan və Türk dünyasından kənar başqa millətlər və təşkilatlarla əlaqəniz var mıdır? Var. Bizim başqa millətlərlə, o cümlədə İran işğalında olan demək qeyri-fas millətlərlə əlaqəmiz var. Başqa ölkələrdən ki, işğala qarşı mübarizə aparırlar, demək, hətta onlarla da əlaqəmiz var. Və demək, özəlliklə qeyri-fas millətlərlə hətta cəbhəmiz vardır, sadəcə əlaqədə deyil. Bəzilərindən çox yaxın münasibətdəyik, təşkilatı, irtibatlarımız, nümayəndələrimiz ölkələrdə bir-birləri ilə demək, etkinliklər qoyurlar, iştirak edirlər və ayda bir dəfə bu millətlərlə bizim toplantımız vardır, qeyri-fas millətlər cəbhəsində və hətta qeyri-fas millətlər cəbhəsinin dışında da yenə də bu millətlərlə bir ayrı əlaqə içindəyik və o da bir seri təşkilatlar, bu millətlərə aid təşkilatlar vardır ki, qeyri-fas millətlər cəbhəsində üzv deyil. İndi hər hangi səbəbdən amma vardılar. Yəni bu qeyri-fas millətlər cəbhəsinin dışında da yenə bir qeyri-fas millətlər fikir odası adı altında bir birliyimiz var ki, orada da arası da bərabərlikdən birlikdə bəyanatlar verir və müzakirələr aparır. Əsasında o İran işğal rejimindən keçid dönəmi üçün verilən platform da əsasında həmən demək, qeyri-fas millətlərin fikir odasının işbirliyi nəticəsində demək, nə oldu? Tənzim olundu. Əlbəttə, bunun bir çox müzakirədən sonra bunun ön
hazırlığını cəbhəyə, Qeyri-Fars Millətlər Cəbhəsinə verdilər və o dövrdə də mən Qeyri-Fars Millətlər Cəbhəsinin rəhbəri olduğum üçün bu mənim üzərimə düşdü. Onu hazırladı və cəbhədə tartışdıq. Cəbhədə təşkilləşdirdikdən sonra bu Qeyri-Fars Millətlər Fikir Odağına daşıdıq. Yəni 3 mərhələdən ibarət oldu. Və o Qeyri-Fars Millətlər Cəbhəsində də təkrar yenə də tartışıldı A-dan B-yə qədər 33 maddədən ibarət. Hətta bəzən təfsirələri də vardı. Bəzi maddələr dəyişildi və ya təfsirə əlavə olundu və ya bəzi sözlüklər dəyişildi. Bir ortaq bir platformaya gəlib nəhayətdə çıxdı və bu həm ingilis dilində və həm Fars dilində yayılıbdır, mövcuddur. İstəyənlər bunu həm Qeyri-Fars Millətlər Cəbhəsində, İstiqlal Partiyasının saytında və demək Instagram, Facebook və s. bunları oxuyub mütaliə edə bilərlər və ya istənlərsə də bizə caib@caib.org-a yazaraq, müraciət edərək bunu istəyə bilərlər ki, onlara ayrıca da demək PDF formasında və ya dokument formasında göndərə də bilərik. Yəni ki, bizim başqa etniklərlə, başqa millətlərlə əlaqəmiz var və bunu bugünkü durumda sadəcə İran işğal rejiminə qarşı oluşmuşdur və başqa formatlarda da bu əlbəttə hətta gələcəkdə də davam edəcək. Bizim qonşuluğumuz olacaq, ticarətimiz olacaq, əməkdaşlığımız olacaq, siyasi əlaqələrimiz olacaqdır. Demək, bu sahədə hər hansı bir məhdudiyyət qoymuruq və məhdud, yəni sərhədimizi belirləyən bizim milli sərhəddatımız və milli mənfəətlərimizdir. Dünya siyasətinə nə qədər əlaqə və marağınız vardır? Təbii ki, biz bölgəmizdə, Azərbaycanda, yəni dünyanın heç bir yeri dedik ki, bağımsız deyil. Heç bir ölkə yoxdur ki, tam olaraq bağımsız olsun. Və bu dünyada yaşadığımız üçün təbii ki, dünyada olub bitənləri, gedən məsələləri, baş verən məsələləri, konfliktləri, demək, uğurları və zərər ziyanları bilməliyik. Dost düşməni tanımalıyıq. Bir qərarlar ki, alınır və ya olacaqdır, möhtəməlləri bilməliyik, təqib eləməliyik. Onun üçün də diqqətlə imkanlarımız daxilində dünya siyasətini demək, təqib edir və izləyirik. Çalışırıq ki, heç bir şey gözümüzdən qaçmasın. Mesela bir ölkənin seçimindən başlayıb, onun müqavilələrindən başlayıb, iqtisadi ilərləməsindən başlayıb, hərbi güclənməsinə qədər hər bir şey demək, mümkün dərəcədə öyrənməyə, bilməyə və maraqlanmağa. İttihadiyyələr qurulur, bir ittihadiyyələr pozulur, yeni kurallar çıxır, yeni birliklər çıxır ortalığa. Bunların münasibəti nədir, bizə görə münasibətləri nədir, bizim bunlara görə münasibətimiz nə olacaq? Bu neçə tərəfli siyasi alverdir və muhakkak siyasette olan birisi bir toplumun siyasi talihini değiştirmek istəyirsə, illa ki beynəlxalq siyasetten de bilməlidir, beynəlxalq siyasette de maraqlanmalıdır, orada gedənlərdən də xəbərdar olmalıdır, günlük demək, təqib eləməlidir. Mesela bugün Amerika'da mesela seçimler ne olacaktır? Özellikle de. Demek İngiltere'de seçimler kim kazanır? Veya mesela Rusya'da seçimler hara gedir? Rusya-Ukrayna savaşında ne olur? Ne baş verir? İsrail-Filistin probleminde, konfliktinde sonuç ne olacak? Kimler burada qazanır, kimlər kontrola əl alacaq, Orta Doğuda nə baş verəcək? Bunların hamısının bizə təsiratı vardır. Amerikanın uzaq Doğuda dünyanın ucqar yerlərində gəmilərin, hərbi gəmilərinin, hərbi
demək üstlərinin artması, azalması, bəzi yerdən çıxması, mesela Fransa'nın Afrika'dan o müstəmrələrdən çıxması veya bugün koloniyada bunun aleyhinə demək mübarizələrin getməsi, demək Fransa'nın beynəlxalq gücünün azalması və bunlar hamısı mühümdür. Bizim siyasi gündəmimizdedir ve imkanlarımız daxilində də tabii ki bunları diqqətdə saxlayırıq və ilgilənirik. Yer kürəsində hansı bölgənin xəbərləri, gəlişmələri, inkişafları, hərəkatı, ekonomisi sizin təşkilatın marağını çəkir? Ekonomi olarak demək olar ki, dünyanın ekonomisi başta gelir. Çünkü bu hər yerə təsir qoyur. Xəbərləri yenə də mümkün dərəcədə heç olmasa xəbərlərin titri ilə tanış olmaq və marağı çəkdikdə də o xəbərin içi ilə bilgilənməyə çalışırıq. Amma bizi daha çox inkişafı, xəbərləri, gəlişmələri və ekonomik inkişafı, əmniyyəti ilgiləndirən Azərbaycan və Türkiyədir. Bunlarını demək olar ki, an təqib edirik. Hər hansı bir dəyişiklikdir, qədəm bə qədəm, heç bir şey gözdən qaçırmırıq və hər bir gəlişməni, bunların özəlliklə də ekonomik inkişafı, iqtisadi ilerlemeleri bizim Güney Azərbaycanın milli hərəkatında, İstiqlal Savaşı'nda böyük rolu var, böyük ölçüde təşkilatı vardı ve ona göre de her an daha yeni gelişmelere şahit olmağa demək sürətinin, şiddətinin, həvəsinin demək təqib edirik ki, bunlara şahid olaq və özəlliklə də Türkiyənin sənəti inkişafı bir qurur verici və bizim milli hərəkətə böyük bir təkan verməkdədir. Türk dünyasına böyük bir təkan verməkdədir. O yüzden de en yukarıda gelen demək xəbərlər Azərbaycan və Türkiyənin xəbərləri, yəni öz xəbərlərimizdir deyə. Bunlar ikisi də bizim öz xəbərlərimiz kimidir və orada olan hadisələri maksimal nəzarətdə saxlayıb və ya öyrənməyə çalışırıq. Burada sizin sorularınızın sonuna geldik. Ben teşekkür ederim bu fürsəti yarattınız, bu soruları ünvanladınız ve zənn edirəm ki, biz də bunlara cevap verdik. Eğer gözden kaçmış olan bir şey varsa onları da lütfen göndərərsiniz, təkrarlarsınız veya yeni sorular geldiyse her kəsin, hər bir vətəndaşın sorusuna cevap vermeye özümüzü sorumlu bilir ve onu illaki cevaplayacaq. İndi birini qane eləyər, eləməz, məmnun eləyər, eləməz, razı salar, salmaz, bu ayrı bəhsidir. Ancaq biz sorudan, cevaptan qaçan bir təşkilat deyilik. O yüzden de bazı sorular mən baxdım tekrar olubdu. Yani o tekrar olduğu için bəzilərindən bəlkə qısa geçmeye çalıştım. Her halükarda bu meselede Güney Azərbaycan İstiqlal Partiyası çok ciddi tutur ve her daim biz müraciət eləmişik xalqımıza ki o sorularını hər hansı bir sahədə təşkilatımızla bağlı, düşüncələrimizlə bağlı bize iletmelerini ve esasında halkımızın necə düşünməsini daha çok öğrenmek için de bize zarureti vardı. Ve o yüzden de sizin bu əməlinizi çok qiymət verir, değerlendiririk ve demək
sizə uğurlar, bacarılar diləyir. Umarıq ki, demək, uğurlu, xeyirli olsun və yenə də təkidən vurgulamaq istəyirəm ki, hər hansı bir sorunuz olursa əlavətən, yenə də istər canlı və istər bu formada keşke imkanımız olardı. Bunları canlı oturup orada beraberlikte müzakere eləyərdik, tartışardıq. Onda daha pişkin formada, yəni daha geniş formada məsələlər aşmağa, monoloqdan çox diyaloqa keçirir. Amma demək, o imkan kısıtlığından dolayı bu formada oldu. Ümid edirəm ki, bundan daha demək, sonuncu mərhələlərə də daha geniş bir servislər və ya xidmətlər verməyə imkanlarımız olsun. Çox sağ olun və İstiqlal Partiyası adından bəri başdan sizdən təşəkkürlərimizi bildiririk.